dava olmaz da, olmaz. Konser zamanı Rəqsanəni daşa bastılar. Vay, 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 vay. Pərt olan müğənni konserti yarımçıq qoydu. Mən çıxıb gedəcəm. Sevgili kimi. Görüşməyimiz 2 il oldu. Elnarənin gələcək həyat yoldaşı kimdir? Elnarənin keçmişi ilə bağlı şok açıqlama. 2 dəfərə getmişəm. Nura Röyanın ünvanına niyə təhqirami sözlər yağdırdı? Xanıma yaraşmayan kimi özünü aparır. Ona da hörmətim yoxdur. Röya ilə Nuranın qalmaqalı. Ay balam, bütün dünya zaqar eləyir. Dünya sənə özünə oxşadır. Bugün ATV mağazində. Orasını burasını kəstirib, düzdürüb, qoşdurub, özünü gözəlləşdirdikdən sonra Rəqsanə də öz turnesinə başladı. Azərbaycan turnesinə. Özü də ki, özü demişkən öz şotuna. Ay, dava olmaz da, olmaz. Rəqsanənin konsertində niyə dava düşdü? Düzgün deyil axı bu, hörmətsizlik. Rəqsanə səhnədə nə ilə üzləşdi? Qulaq asmaq lazımdır, yoxsa vallahi mən çıxıb gedəcəm. Konsert yarımçıq qalacaq. Sizləri aldatmışam, istəyirəm sizlərin qarşınızda. Vay, 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 vay. Müğənni nədən özünü itirdi? Rəqsanənin Lənkəran səfərində baş verən hadisələr bugün ATV mağazində. Axşamınız xeyir olsun. Rəqsanənin çoxdan planlaşdırdığı turne nəhayət ki baş tutdu. Açığı deyilib ki, Lənkəranda Rəqsanə konsertə gəlməyəcək falan belə elə. Bizdə aldatmaq yoxdur. Ola bilər ki, nəsə bir gün, 2 gün nəsə bir problem yaşanar. Ən çox pul Lənkəran cəmaat tərəfdən alıram. Çünki Lənkəran, Astaran, Masallı və kasetlərimi, disklərimi həqiqətən çox alırlar. Konsert qabağı o özünün nə qədər populyar olduğunu yoxlamaq üçün Lənkəranın küçələrini gəzib dükan bazara baş çəkdi. Gəzirdim, hamı qışqırırdı. Rəqsanə, Rəqsanə belə elə səs ki, mənə ləzzət edirsən. Daha dinə populyarlığından 10 metr yeriyə bilmirəm də. Aşık yardan eləmək olmaz. Sevərkən sevəndən ayrı qalmaz. Seni sevmek oldu benim günahım. Sen yoksan Değişip karda yazıştı. sen yoksan Tenhalık hemen sıkır. Eyledin her yerden sensizlik bakır. Əməliyyatdan yenicə çıxan müğənni səhnədə ürək istədiyi kimi əl qol ata bilmədi. Vay, yoruldum. Ben əməliyyatdan çıxmışam. Ona görə istədiyim qədər hərəkət edə bilmirəm. Əməliyyatdan sonra istədiyim formada geyinə bilirəm. Özün xoşuna gəlirsə, gör indi sevgilin nələr çəkir. Yox, 6 ay üçün olmaz. Həkim icazə vermir. Daha heç aram eləmir. Söz vermirsə mütləq Jennifer Lopez-i keçməli. Nəyimizə əsildik ki ondan. Nedense sana ben doyamıyorum. Nedense sensiz olamıyorum. Rəqsanə konser zamanı aclıqdan şikayət etdi. Deyəsən Lənkəranlılar qonağı ürəyi istədiyi kimi yedizdirib içizdirməyiblər. Onların yeməkləri yedim, o qədər də yəni ürəyimə. Acından ölürəm, mən. Heç mən bura gələndən yemək yeməmişəm. Həkim mənə buyurub ki, əməliyyatdan sonra çox meyvə yeməli.
Mən həqiqi acından ölürəm, ayaq üstə zorla durmuşam. Rəqsanənin o boyda Lənkərandan Bakıya gətirdiyi bilirsiniz nə olub? Borani. Sizdə Borani var. Orada mənə Boranı hədiyyə elədilər. Yəni də yekəsini hədiyyə verdilər mənə orada. Mən də gətirdim, amma hələ bişirməmişəm. Amma deyirlər ki, onun aşı yaxşı olur, tamlı olur. İndi inşallah onu bişirdirib yeyəcəm. Heç olmasa əlindən gəlirmi özün bişirəsən? Başqa yeməkləri bacarıram, ancaq onu yox, bilmirəm. Da Boranı qutardı da. Çox xahiş edirəm, olmaz yəni, düzgün deyil də. Mən sizlər üçün gəlmişəm. Çox xahiş edirəm, sakitlik olsun. Bəlkə də mən açıq geyinmişəm, deyirsiniz, amma mənim sənətim budur. Çünki səhnədə biz gözəl görünmək üçün, yəni belə geyinməliyik. Elə bilməyin ki, konsertdə problem yaşanmadı. Qışqırmayın da, xahiş edirəm, mən küsərəm sizdən. Mən bura canlı da gəlib ifa eləyə bilərdim. Mən düzdür, mən insanları aldatmağı xoşlamıram. Siz özünüz məni efirlərdə çox həmişə görürsünüz. Mən həmişə düzgünlük danışan insanım. Həyatı boyda heç bir şeyi mən aldatmıram. Və nə varsa mən həmişə efir qarşısında tamaşaçılarla bölüşürəm. Bugün hara getdim, hardan gəldim, hansı əməliyyatı keçirtdim, kimlə sevişirəm, kimlə ayrılmışam, kimlə bir yerdəyəm. Bu vəziyyətdə o pərt oldusa da vəziyyətdən əla çıxdı. Canlı səsinə güc verib o ki var qışqırdı. Olmaz, 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 yavaş olmaz, 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 yar. Təşkilatçılarla bizim bağladığımız müqavilənin əsasında, yəni ansambl istəmədilər onlar. Yəni o summanı vermədilər biz istədiyimiz dəyərinə. Yəni ansamblla olanda daha da çox çıxır pul. Ona görə mən fonoqrama oxudum. Mən səni görmək istəsəm hara gəlim? Lənkərana! Rəqsanənin Gəncə, Yevlax, Quba, Zaqatalada olan pərəstişkarları əliniz cibinizdə olsun. Hazır olun, Rəqsanə gəlir. Özümü xoşbəxt sayıram ki, Azərbaycan xalqı bu qədər məni istəyir, bu qədər mən tanınıram. Azərbaycan əyilməz, Azərbaycan bölünməz, bir kərə qalxan bayraq, bir daha irəlməz. Yaşa, yaşa, yaşa mənim xalqım. Qızlar, oğlanlar yaxın əlləşin. Çünki indi Elnarə sizə bütün şəxsi həyatı ilə bağlı heç yerdə danışmadığı detalları danışacaq. Yəni nişanlısı ilə. Bilirsiniz də bu yaxınlarda toy olacaq. Nişanlısı da necə tanış olub, harda tanış olub, kim kimə birinci yaxınlaşıb, onlar öz aralarında qısqanclıqlarını necə həll eləyirlər, kim kimə hansı şəkildə öz necə deyək, reaksiyasını bildirir. Bütün bunların hamısını Elnarə sizə danışacaq. Çox maraqlıdır. Amma indi bu sujetə baxandan sonra bütün o paxıl qızlar var. Hamısı biz necə eləyəcəklər? Bax belə. Elnarə qədər kimi bəzəsəydilər, o boyda üzünə kosmetika sürsəydilər, qəşəng olardı. Qızlar, oğlanlar yaxın əlləşin. Çünki indi Elnarə sizə bütün şəxsi həyatı ilə bağlı heç yerdə danışmadığı detalları danışacaq. Yəni nişanlısı ilə. Bilirsiniz də bu yaxınlarda toy olacaq. Nişanlısı da necə tanış olub, harda tanış olub, kim kimə birinci yaxınlaşıb, onlar öz aralarında qısqanclıqlarını necə həll eləyirlər, kim kimə hansı şəkildə öz necə deyək, reaksiyasını bildirir. Bütün bunların hamısını Elnarə sizə danışacaq. Çox maraqlıdır. Amma indi bu sujetə baxandan sonra bütün o paxıl qızlar var. Hamısı biz necə eləyəcəklər? Bax belə. Elnarə qədər kimi bəzəsəydilər, o boyda üzünə kosmetika sürsəydilər, qəşəng olardı. Bilmək olar hara hazırlaşsam belə. İşə. İşə hazırlaşıram həqiqətən. Müğənnilərin, sənətçilərin həyatı işə getməmişdən əvvəl salonlardan başlayır. Biz də sevmişdik ki, görüşə hazırlaşırsan. Demək yanılmışıq. Özümüzü hazırlayırıq və salam bəziyirik, düzüyürük ki,
Cəmaət də bizə baxsın, feyziyab olsun. Bəs sevgilin ona bəyəndirmək istəmirsən özünü? Yoxsa sən də başqa müğənnilərimiz kimi deyəcəksən, sevgili üzünə həsrətəm? Vallahi şok nəzə bir xəbərim olsa açıqlayaram. Həqiqi sözümdür. Elnarə şəxsi həyatını bizdən gizlətmək istəsə də alınmadı. Mən ümumiyyətlə şəxsi həyatımı gündəmə gətirməyən müğənnilərdənəm və yəni ən azından elə müğənnilərdən olmaq istəyirəm. Amma alınmır da. Qara izləyirsiniz. İşimizin adı nədir? Olur insanlar deyir ki, qabaqçıdan demək düşmür mənə, yox deməyim. Hələ bir his varmı səndə? Məndə özümdə olmur elə bir his, amma bir də görsən ki, həqiqətən də hansısa bir işimdə əksilik alınanda, evdə anam, məsəl üçün bacım, yaxınlarım, doğmalarım mənə deyirlər ki, gördün, məsəl üçün eləmə də, vaxtdan qabaq çıxartmalısın ki, bunu eləmək istəyirəm də, bizə düşmür məsəl üçün. Hərdən bir onlar mənim yadıma salaram. Məndən olsa hamısını deyərəm. Hə, onda da görək xeyir iş nə vaxtı. Səmimi deyirəm, yəni doğru sözümdür. Yəni gününü təyin etməmişik, hələ özüm də bilmirəm ki, bu hadisə nə vaxt, necə baş verəcək, nə şəkildə, nə yerini, nə gününü təyin etməmişəm. Bunu hamı bilir. Çatan məlumata görə bir ay ərzində artıq Elnarə ailəli bir xanım olacaq. İnşallah sağlıq olsun. Mən belə planlaşdırıram. Orucluğa qədər planlaşdırırıq əslində. Amma ki, deyirsən çaldığı çal, gör fələk nə çalır. Keçən ilin orucluğundan mən hələ də planlaşdırıram onu. Yəni ki, ölən oldu, həyatın dünyasını dəyişən oldu. Yəni elə şeylər çıxdı ortalığa ki, alınmadı yəni. İndi yəqin Allah belə məsləhət görüb. Adətən deyirlər ki, uzanan işə şeytan qarışır da. Ola bilsin ki, hər dəfə uzandıqca bir problem çıxır. Artıq son qoyman zamanı gəlib ki, yoxdur, uzanmasın. Mən elə gəlir ki, hə, elə o zaman gəlib çıxıb, indi sağlıq olsun, Allah deyən olsun, inşallah, salamatçılıq olsun. Tezliklə ailəli xanım sənətçilərin sırasına Elnarə də qoşulacaq. Həvəsli bəsli deyib, o da subaylıq həyatı ilə vidalaşacaq. Buna mənən hazıram, yəni nə azından çox 26 yaşım var artıq, bilirəm o qədər görsənmir. Çoxları yaxınlarım, dostlarım, tanışlarım, yəni televiziya işçiləri mənə deyir ki, bəsdir də bu uşaq imicindən çıx artıq. Biz deyirik səni belə saçını, belə seksi, belə dalğalı, belə görmək istəyirik. Deyirəm ki, yanında qoyun. Az qalıb, biraz da dözün. Bütün dünya praktikasında bütün xanımlar ərdədir. İstər Türkiyə şou biznesində, istər Rusiya şou biznesində. Qonşudan qalma geri deyib, Elnarə də əl ayağa düşdü. Ailə həyatı qurandan sonra artıq imicində dəyişiklik olacaq yəqin. Mən elə gəlir ki, yerinə düşər də. Ailə həyatı qurandan sonra imicimdə, yəni artıq mən böyüməyimi göstərə bilərəm ki, bəli, mən böyüdüm. Elnarə özün hamilə qadın kimi necə təsəvvür edir? Nə bilim valla. Təsəvvür edirəm təbii ki, biz qadınların bu missiyasıdır da. Biz həyata gəlirik ki, dünyaya həyat bəxş edək. Missiyalarımızdan biridir. Sağlıq olsun, Allah deyən olsun, Allah kərimdir. Yəni yəqin ki, mənə də bir övlad payı verər. Necə ki, yaraşar sənə bir hamiləlik? Yaraşar, məncə yaraşar. Mən özümü təsəvvür də edirəm, niyə də etməyim. Məncə yaraşar. Mənim hal-hazırda bu il bir neçə rəfiqəm bu il ailə həyatı qurdu. Hal-hazırda xalam qızından tutmuş, ən yaxın rəfiqələrimə qədər hamısı boyludur. Hamısının əvəzinə hesab eləyin ki, mən özümü elə bir ki, hamilə hiss eləyirəm. Sağ əllərini qoymusan başına? Sağ əllərin hamısı qoyub başıma. Çox sevinirəm onların da adına. Allah onlara bir əl ayağı düz ya oğlan ya qız payı versin inşallah Allahın köməyi ilə. Biz də onun içində. Maraqlıdır. Elnarə Ağatlı oğlanını necə tapıb? Biz onunla görüşəli 2 il oldu. Sevgili kimi görüşməyimiz 2 il oldu, amma 3 il idi mən onu tanıyırdım. 2001-dən 6 il, yəni 2007-də artıq 6-cı ilə keçəcək. 5 il. 2001-də mən o insanı tanıyıram, trioda oxuduğum vaxtdan. Ki 12 dənə verilişin rejissoru olub. Biz 3 ildir tanışıydıq. Yəni dostluq münasibəti var idi. Zəngləşirdik arada, görüşməmişik. Zəngləşmişik ola bilər nəsə işlə bağlı. Amma son bu 2 ili artıq başladıq tez-tez görüşməyə və qərar aldıq ki, ailə quraq. Belə Allah mübarək eləsin. Bütün subay xanımlarımıza, nəinki müğənnilərimizə, bütün subay xanımlarımıza, bütün o nənələrimiz binəy qədimdən deyib, subaylarımızdan görək, nə deyə bilərəm, xoşbəxt olsunlar, gözü dolusu görsünlər, yarayanlardan olsunlar, tezliklə
ailə həyatı qurmayanlar ailə həyatı qursunlar. Nə bilim, mənim kimi yarısınlar. Tez bir zamanda Elnareyə də vağzalı çalınacaq. O da ağ gənli libası geyinib öz arzusuna çatacaq. Qırmızı lenti ilə. Valla partlayış eləmək istəmirəm. Fərqlənmək hökmən istəyirəm. Çünki ümumiyyətlə bu bizim peşəmizdir. Biz həmişə fərqli görürük. Biz fərqliyik. Fərqliyik ona görə ki, səhnədəyik və ona görə ki, bizə tamaşa etsinlər. İstəyirəm stereotipdən uzaq olsun. Yəni çox belə adət almışıq necə gəlinliklər görək. Biz pışnıda ona bilmirəm Azərbaycanca fikirləşirəm bayaqdan nə deyim ona. Yəni beldən quşaqdan ayağa topuğa qədər paltar şişmiş də belə olsun. Belə görmüşük gəlinliklər. Yəni məndə elə olmayacaq. Birdən onu deyə bilərəm. İstəmirəm elə olsun. Yəni ümumiyyətlə görmürəm özümü. Bilmirəm nədəndir. 2 dəfə kinoda çəkilmişəm. İkisinə də gəlinlik geyinmişəm elə. Ola bilər elə bir ki hesab ki geyinmişəm də. 2 dəfə getmişəm kinoda. Ona görə fikirləşirəm ki, mən başqa şey istəyirəm də. Ona görə. Yəni amma partlayış xatirinə yox, sadəcə olaraq istəyirəm klassik görsənim, xanım kimi, yəni görsənim, yəni belə kübar görsənmək istəyirəm. İnşallah görünərsən. Nişanlının açıq-saçıqlığa fikrin necədir? Açıq-saçıqlığa onun da dərəcəsi var. Hər şeyin dərəcəsi var da. Ümumiyyətlə hər şeyin yeri var. Yəni çox hallarda o çalışır ki, qarışmasın, çox hallarda. İndi bəzi hallarda mənim stilistim siyamadı da bilirsiniz. Obrazı klipdə o verir stilimi, yəni mənim stilimlə ümumiyyətlə imicimlə o məşğul olur. O çalışır ki, qarışmasın, amma bir də görsən partlamaya düşürdür. Bu niyə belədir, o niyə elədi? İndi deməlidir də kişi xeyladır da, onu da deməsə nə olar da. Amma yəni biz bir ortaq məxrəcə gəlirik, yəni ki, mən heç vaxt razı olmaram ki, mən onu incidəm. Hansısa bir hərəkətimlə, hansısa bir yəni onu hansısa bir pis özünü hiss eləsin mənim hansısa hərəkətimə görə heç vaxt ona imkan vermərəm. Ona görə də biz bir ortaq məxrəcə gəlirik. Sevgi naminə hər şeydən keçirsən. Bəli, keçməliyəm də. Elə də olmalıdır. Yəni ki, nə o istəmir məni incitsin, nə mən heç vaxt razı olmaram ki, nəyin bahasına olursa olsun, mən onu incitmərəm. Elnarə ilə söhbət zamanı qısqanclıqdan da söz saldıq. Görən nişanlısı gözəl göyçək müğənnimizi qısqanmırmı? Təbii ki, qısqanır. Mən də qısqanıram, o da qısqanır, amma son bir ildə mən vəziyyətdən belə çıxıram ki, onu özümdən işə aparmıram. Yəni sırf iş belə deyək də işçilərlə gedirəm işə. Menecerim, sürücüm, bodyguardım. Yəni iş şərait olur və çalışıram ki, o da qarışmır. Yəni ki, iş bitəndən sonra, hər şey qutarandan sonra zəngləşirik, aparır məni evə və salam. Mənə belə deyək də bəhanə, povod deyirlər də ona vermir qısqancmaq üçün. Sadəcə olaraq hərdən bir görürəm ki, o çox danışır. Deyirəm ki, bu balansı yaratmaq üçün mən də nəsə deyinim də, güya ki, yox. Yəni o həqiqətən mənə povod verir. Yəni o bəhanə, o yaratmır elə bir vəziyyət ki, mən nəyəsə qısqanam. Yəni görməmişəm, olmayıb belə bir şey. Hərdən bir mən də yalandan elə belə bir görsən iş yoldaşlarını oturur maşına arası aparır. Yalandan özüm üçün deyirəm ki, hə niyə belə elədin? Mənə niyə demədin? Ya nəsə belə bir şey. Yəni zarafat eləyirik. O da başa düşür gülməyimdən, tonumdan hiss edir ki, yəni elə belə deyirəm, zarafatca deyirəm. Yəni heç də dərindən qısqanmıram. Misir olub orada, Bodrum olub, Antalya olub, Moskvada olub hətta. Mən amma Türkiyədə olmamışam. Elə deyirəm ki, elə bir Misirdə olmuşam. Yəni ya Misirə ya da ki, ya Bodruma, ya Antalyaya getmək istərdim. Yəni görmək istərdim. Eşit, ay Elnarənin gələcək həyat yoldaşı, gör qızın ürəyindən nələr keçir. Görək, yəni imkan olarsa, belə deyək, işim əl verərsə, mənim də, onun da, o da televiziya işçisidir, bilirsiniz. Yəni işimiz əl verərsə, imkan olarsa gedərik, niyə də olmasın. Amma bir həftəlik də olsa mənə elə gəlir ki, qaçmaq olar Bakıdan. İstirahətini əcnəbi ölkələrdə keçirən müğənnilərdən fərqli olaraq Elnarə 4 divar arasında dincəlir. Yay çox isti keçdiyindən, yəni mən də evdən çölə çıxmamışam. İş olmayıb deyənə mən də demək olar ki, evdən çölə çıxmamışam. Elə evdə də kondisionerlə istirahətimi eləmişəm. İndi isə Elnarənin fanatlarını narahat edən məsələyə toxunaq. Görəsən o ailə qurandan sonra da oxuyacaq? Fərz et ki, xəstə uzanıb. Fərz et, yəni kislorodlu maska ilə belə deyək də nəfəs alır.
Это то же самое взять перекрытие кислородный балon və salam. Yəni o bunu heç vaxt eləməz. O görür ki, bu mənim mənəvi qidamdır. O görür ki, mən bu musiqi ilə yaşayıram, nəfəs alıram. Yəni bolее того, belə deyək də, nəinki mənə mane olmur, hətta mənə bacardığı qədər kömək edir. Bacardığı qədər. Yəni yenə deyirəm, o özü də televiziya işçisidir. Mən onun belə deyək də 5 ildir biz onunla tanışıq. 6-cı ilə keçir artıq. Gözünün qabağında olmuşam mən onun həmişə. O bilir ki, necədir. Yəni o mənə deməklə ki, oxuma, onsuz da heç nə dəyişən deyil. Mən həminki Elnarəyəm. Şənbə gecələrinizin dəyişməz ünvanı olan ATV Mağazin daha bir həftənin sonu sizin evinizin qonağıdır. Bu isə o deməkdir ki, yaxın bir saat ərzində sizi olduqca maraqlı bir vaxt gözləyir. Özdə ki, Azərbaycanda nömrə bir mobil telefonlar şəbəkəsi olan Star GSM-in baş sponsorluğu ilə. Sizinlə birlikdə mən Turanam. Nə var, nə yox? Bax, o birazdan. Verilişin baş sponsoru Star GSM mağazalar şəbəkəsi. Ən düzgün seçim və ən keyfiyyətli mobil telefonlar. Qonşu ölkədən gələn xəstəliyə şou biznesimizin hansı kişilər yoluxdu? Kişi özüm kişi kimi aparmalıdır. Abbas Bağırovu aradan götürmək istədilər. Bir dənə tük başından düşə bilməz. Müğənnini ölüm təhlükəsi ilə hədələyən kimdir? Ürəyimdə nə söz varsa onun üzünə deyirəm, arxasınca danışırım. Dava olmaz da, olmaz. Konsert zamanı rəqsanəni daşa basdılar. Vay, 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 vay. Pərtova müğənni konserti yarımçıq qoydu. Mən çıxıb gedəcəm. Sevgili kimi. Görüşməyimiz 2 il oldu. Elnarənin gələcək həyat yoldaşı kimdir? Elnarənin keçmişi ilə bağlı şok açıqlama. 2 dəfərə gedəcəm. Nura Royanın ünvanına niyə təhqirami sözlər yağdırdı? Xanıma yaraşdı. Onu da hörmətlidir. Röya ilə Nuranın qalmaqalı. Ay balam, göz dünya zəbər edir. Dünya sənə ödür. Bugün Azərbaycan arasında Müasir şoubiznesin tendensiyaları artıq müğənnilər bu istəməyirlər. Onlar yaxşıdırlar, hər hansı bir məşhur bir müğənniyə söz atıb onunla skandal yaradıb gündəmə gəlmək istəyirlər, yaxud da ki, başlar demagoqiya ilə məşğul olmağa. Məsələn, mentalitet belə gəldi, Dədə Baba belə getdi. O bəzi özünü düzgün şəkildə təqdim eləməyi bacarmayan müğənnilərin bir yolu da var ki, onlar belə deyirlər. Kişi səhnədə özünü yüngül aparmaz. Kişi səhnədə burcutmaz. Kişi səhnədə hoppanıb düşməz. Burada belə bir şey demək gəlir. Ay qardaş, ümumiyyətlə kişiliyin bu söhbətlərə nə adiyyatı var? Mənim bu dediklərimin Rauf Səfalıya da adiyyatı yoxdur demək istəyərdim. Amma deyə bilmirəm. Ox atmışam, yayı gizlətməyəcəm, yenə deyəcəm. deyilən söz atılan ox kimidir. Rauf Səfalı'nın oxuna kimlər tuş gələcək? Show biznesimizin kişi müğənniləri barəsində Rauf'un dediklərini ATV mağazində gözləyin. Bakıdaydım elə, burası sadəcə olaraq bir yayla bağlı olduğuna görə. Amma özü artıq payızdan sonra evdə tez-tez görüşəcəyik inşallah. İnanmırıq ki, bu danışığından sonra səni kimsə görmək istəyər. Mənim istirahətim belə ki, elə toyda istirahət edirəm.
Çağırmalar, musiqi oxuduğun musiqi tərzinə uyğun seçmisən geyimi. Hardasa ritmik mahnı oxuyanda imij də dəyişilməlidir. Oxuduğun mahnı imijə uyğun olmalı. Bir şey qeyd edim, ümumiyyətlə, yəni ritmik mahnılarla xarici görünüş mənim zənnimə görə bu biraz yanlış olardı. Çünki elə müğənnilərimiz var ki, elə onlar da saçları mənim kimi saxlayır, onlar da şou programlara gedib oxuyurlar. Biz Azərbaycanlı gərək o kişi xarakterimizi itirməyək, hansı bir mahnıya uyğun olaraq. İstər rus mahnısı olsun, istər xarici bir mahnı olsun, kişi kimi özünü idarə etməlidir, kişi kimi oxumalıdır. Yəni ki, imicdən dəyişən belə çıxır ki, sən sözünü belə çıxdı, kişi də ölər. Yox, mən heç kimə ismarcı göndərmirəm, heç kimə də atmaca atmıram. Sadəcə dedim ki, kişi özünü kişi kimi aparmalıdır. Şalvar indi qızlar da geyinir. Fərq yoxdur geyim zad, amma sadəcə kişinin kişi xarakteri olmalıdır. Ki, qadın, hər hansı bir qadın baxanda bu kişidir. Yəni, xoşu gəlsin də ondan da, belə deyək də. Yoxsa kişi elə qız hərəkətləri kimi. Kimsə xoşuna bax, siz məni danışdırırsınız, mən də danışım da qoy, amma yenə deyim, heç kəs məni inciməsin, mən atmaca kimi atmıram. Sənətdə, şou biznesdə müəyyən bir xəstəlik var kişilərdə. Və salam. Bunu hamı bilir. Çox tamaşaçıya çatmayacaq. Mən tam açıqlasam, bu mənə yaraşmaz. Hamı bildi. Kişilərimiz özünü kişi kimi aparmır. Kişilərin dərdini çəkməkdən yuxusu haram olan müğənni əsəbləşdi, nə əsəbləşdi? Məni 100 nəfər tanısın, amma desin ki, ağrıyan bir insandır. Mıs-mıs deyincə Mustafa deyib, biz də bilək də atmacalarının ünvanı kimdir? Birinci atmaca atmıram, bu bir. İkinci atmaca atmaqla elə fikirləşməsinlər ki, mən özüm istəyirəm onların səviyyəsinə qaldım, çünki o elə bir səviyyə deyil. Mənim üçün səviyyə Ağadaş Ağayev səviyyəsidir. Sabah tamaşaçı səni tamam ayrı stildə görsə, sonra da bu dediklərin sözü, yəni ki, gözlərin qabağına gətirsin, nə olacaq? Tamaşaçı mənə ayrı bir imicdə heç vaxt görməyəcək. Nə saçı uzun görəcək məni, nə dodağımı şişirdilmiş formada görəcək, nə burnumu belə yayma formada, nə də ki, yerişimdə bir əzilmə, büzülmə, belə şeylər olmayacaq. Mən durub, üzr istəyirəm, hələ indi nə qədər efirdə köynəyimin yaxasını, göbəyimə qədər açmamışam, əli də cibimdə belə oxuyub, orama burama, burcuda oxumamışam. Sən nə istədin müğənnisi mələk başa düşün ki, çıxmazlar? Niyə ki? Çıxar. Mahnıları oxu günə. Hərəkətsiz istədin müğənnisi. Ola bilər ki, yox, olar. Oktay Ağayev məyər hərəkət edib oxuyub. Misal üçün gəlsin diskotekaya çağırıblar səni və sən orada oxumalısan. Hər halda durduğun yerdə oxumayacaqsan. Səhnəni publikanın ələ almaq lazımdır və o tamaşaçını ayağa qaldırmaq lazımdır. Mən sizə düz başa düşürəm, yəni mən sizə anlamağa çalışıram. Amma bir şey qeyd edim ki, ümumiyyətlə, yəni mən öz xarakterimə görə, öz xasiyyətimə görə dedim ki, mən şəxsən belə mahnılara görə, yəni tamaşanın xoşuna gəlmək üçün mən atılıb düşməyə çox sevən insan deyiləm. Müğənnilərə də pis baxmıram, atılıb düşsünlər. Problem yoxdur. İndiki müasir gənclər ümumiyyətlə elə müğənnilər daha çox üstünlük verirsən. Qorxmursan ki, artıq unudula bilərsən. Mən sizə bir şey deyim, indiki müasir gənclər nə vaxtsa yaşaşacaqlar.
bir 10 ildən, 15 ildən sonra mən Zövqləri qalacaq amma. Özləri yaşlaşsa da zövq qalacaq. Axı bunun zövqü budur. mən sizə bir söz deyim, onun zövqü odursa, zövqlər də əvvəl belə deyildi ki. Zövqlər bir 20 il bundan öncə zövqlər belə deyildi. Zövqlər get-gedə dəyişildi. Bir 15 ildən sonra olan da zövqlər dəyişiləcək. Ümumi aro dəyişiləcək. Onda cəmiyyət məni istəyir. Sən ümid etməyində ol. Təbii ki, o yüngülü sevən insan məni heç vaxt sevməz. Bəlkə də bu saat məni efirdə görüb kanalı çevirir başqa yerə. Əcnəbi ölkələrdə Azərbaycanı tanıtmaqdan söz düşəndə isə Rauf yenə də tutduğunu buraxmadı. Məsələn, gedib orada elə düz dedi, yəni oxuya bilərlər. Hökumət deyir ki, səni Avropada sevsinlər. Hökumət deyir ki, səni Azərbaycanın özündə şəhərə çıxanda Azərbaycanı tanıtmaq üçün. Azərbaycanı tanıtmaq üçün Azərbaycanı tullanmaq lazım deyil. Hökumət deyir ki, restoranda mahsul qoysan, atıb düşəsən ora, bura, burcudasan. Buna qəti ehtiyac yoxdur. Əsas ki, getdin orada Azərbaycanı tanıtdırdın, təzən gəldin bura. Burada şəhərə çıxanda səni barmaqla göstərməsinlər. Rauf, bizdən sənə məsləhət, küçədə bacada gəzəndə ehtiyatlı ol. Çünki çətin ki, o kişilərin yaxasından canını rahat qutara biləsən. Mən ikinci belə bir müğənni tanımıram ki, Abbas qədər yüksək iddiaları olsun, amma efirə, televiziyaya bu qədər az maraq göstərsin. Amma digər ki, hərdən bir ki, Abbasın əlinə təsadüfi pulsuz efirlər düşür ha. Onda da başlayır. Karifey belə gəldi, sənət belə getdi, burada mənəm, Bağdadda kör xəlifədir və s. və ilaxır. Amma Abbas bir şey deyəcəm, xətrivə dəyməsin. Show biznesdə, yəqin sənin də özünün qulağına çatıb. Sənin haqqında deyirlər ki, Abbas çox xəsis oğlandır. Yavır eləmək istəmirəm onları. Abbas Bağırov kimləri biabır edəcək? Bilirlər mən nədən danışıram, qoy səhvlərini düzəltsinlər. O özünü başqalarından necə fərqləndirəcək? Birazdan. Abbas özü haqda gəzən şayələrə necə son qoydu? Qoy desinlər də, bəs nə qədər insan populyar olsa, o qədər də dalınca danışacaqlar, dalınca xoşa gəlməz sözlər deyəcəklər, qoy desin. O bar verən ağaca daş atarlar deyib, özünü digər sənətçilərdən üstün bildi. Dünyanın ən xoşbəxt insanıyam ki, mən elə bir sənətkarlarla, elə bir karifeylərlə mən bir səhnədə çıxış eləmişəm. Daha kimləri də görməmişəm. Bu dəqiqə adlarını sadalasam, verilişin vaxtından o tərəfə keçəcək. Bəs nə əcəb sən turneye çıxmırsan? İndi ki bu dəvdədir. Tezdir hələ ki. Tezdir. O konsert iqruşka deyil. Hə, sənətçilər, eşitdiniz də, konsert vermək oyuncaq deyil. Hələ ki, necə deyim, calaşmalar gedir. Deyirəm, birdən sınar o calaşma. Hələ ki deməyim, mənə qabaqcadan demək düşmür. Bunu biləndən sonra hər kəs şoka düşəcək. Bugünkü həftənin sualı olduqca dərin mənalıdır. Biz bu həftənin sualını fikirləşib tapmaq üçün çox baş sındırdıq. Biz bilmək istəyirik. Görəsən bizim bu show biznes nümayəndələrimiz kimi, hansı məşhuru çimərli paltarında görmək istəyərdilər? Çox maraqlıdır. Müğənnilərdən, kişilərdən istəyərdim Eyüp Yaqubovu, bir də Rüfət Axundovu. Ona görə ki, Rüfət özünüz görürsünüz ki, meymun kimi tüklüdür. Köynəyə gələndə buradan da tüklər çıxır. İstəyərdim onu görüm. Eyüp də maraqlı olar da. Oo. Ən gömbulunu. O sənətçilərimiz var, balaca boy, yumru. Cavanları deyirəm ha, o pislərdən. Topa oxşayırlar. Onları istəyirəm, baxım maraqlıdır mənə, görüm nətər görsənədir. Sonra dava düşməyəcək. Çimərli paltarında kişilərdən desəm olar, kimi desəm yenə başlayacaqlar başlı olmağa. Hə. Ən çox mən görmək istəyərəm Kupanlikdə. Dəniz kənarında ən çox görmək. Faiqi desəm inciməz. Ümumiyyətcə, şu aləmində belə bir şey var, at çəkəndə inciyirlər, baxır hansı formada. Mən yəni suala, yəni çimərli idi, bu normal qəbul edilməlidir. Rafael Coşqunun bir ikincisini, Coşqunu görmək istəyirəm Kupanlikdə. Mənim üçün çox maraqlıdır görən. Kupanlikdə yox, Plavkidə görmək istəyirəm onu. O qadın paltarları çox yenir, ona görə Kupanlik dedim. Təbii ki, heç kəsin cəməzə yəqin ki, bizdən kiminsə adını çəksək. Rəqsanə xanımı. Hə, sözün düzü kimi örtülüdür. Onları görmək istərdim çimərlik paltarında, maraqlıdır. Amma ki, belə də ki, çimərlik paltarında istərdim, arzusunda olduğum, mesela Röya çimərlik paltarında olsaydı, lap əla olardı. Röyanın elə hissələr var ki, üzdə deyim, çimərlik paltarında olsa əla olar. Özümü. Heç kimi görmək istəməzdim. Məndən başqa heç kimi layiq görməzdim. Biz xalqın hardasa üzdə olan
necə deyim, sayılan, seçilən insanları yox. Əksinə biz nümunəvi olmaq üçün biz elə şeydən qaçmalıyıq ki, çünki bizim Məhəmməd Peyğəmbər salavatullah o bizim gətirdiyi Allahımız tərəfindən gələn Quranda da yazılıb ki, insan ya qadın olsun, ya kişi olsun, yəni cəmiyyət içərisində çılpaq olmamalıdır. Ələlxüsus qadın tayfası, yəni bizdə bu şey olmamalıdır. Ona görə mən heç birini görmək istəməzdim. Olan qalan abrımızı da ki, yəni ki, şural abrımız da var. Amma mən onu da deyim ki, bizim sənətçilərdən mən də bu cəmiyyət içərisində, cəmiyyətin bir nümayəndəsiyəm. Mən inanın sənətçilərim məni heç adətən özüm də çox getmərəm çimərgə. Elə hardasa heç birinə də rast gəlməmişəm, hardasa rast gəlməmişəm çılpaq vəziyyətdə. Doğrudan da bizim sənətçilərimiz də özün xalqımızın içərisində elə vəziyyətdə aparmırlar. Ya qadını, ya kişisi. Daha bir ATV maqazində sağollaşmaq vaxtı gəlib çatdı. Bu isə o deməkdir ki, bizim gələn həftənin başlanğıcından etibarən ciddi iş rejimimiz başlayır. Gələn həftə bu vaxt sizinlə birlikdə biz olacağıq. Özdəki Azərbaycanda nömrə 1 mobil telefonlar şəbəkəsi olan Star GSM-in baş sponsorluğu ilə. Sizinlə birlikdə mən Turan idim. Sağ olun. Oy salam Elli, nə təysən, nə var, nə yox? Sağ ol qadın alayım. Keyfin köktü deyəsən. Vay dünən telefonda bir şeir eşitdim, hələ də özümə gələ bilmirəm. Vay, nə şeirdir o? Gözdən. Çimizdirirəm səni arazda kürdə, sənə qiymət olmaz, qızıl da, ləv də. Ay, ablam pükülsün, söndür onu, hə, mən də eşitmişəm onu. Ondan sonra da görüm bu həftəyə nə var? Deyə bax,